Sosial şəbəkə trendi 13 yaşlı qızı öldürdü. İngiltərənin Leicestershire qraflığında 13 yaşlı Tigan Jarmanın faciəvi ölümü sosial şəbəkələrdə yayılan təhlükəli trendlərlə bağlı ciddi müzakirələr yaradıb. Yeniyetmə öz otağında huşsuz halda tapılıb və tibbi müdaxilələrə baxmayaraq hadisə yerində həyatını itirib. Ailənin sözlərinə görə ölümün sosial şəbəkələrdə populyarlaşan və xroming adlanan dezodorant kimi məişət məhsulların zəhərli buxarlarını udmaqla bağlı baş verdiyi ehtimal olunur. Ögey ata Rob Hopkin isə həmin gün Tiganın dezodorant balonundan istifadə etdiyini təsdiqləyib. Ailə gəncləri belə riskli trendlərdən qorumaq üçün maarifləndirmənin gücləndirilməsinə çağırır. Tiganın bacısı petisiya başladaraq dezodorant və digər kimyəvi məhsullar üzərinə aydın xəbərdarlıq işarələrinin əlavə olunmasını, həmçinin məktəblərdə sosial şəbəkələrin təhlükələri barədə geniş tədris aparılmasını tələb eləyir. Onların məqsədi bu faciəni digər uşaqlar üçün xəbərdarlıq nümunəsinə çevirmək və oxşar hadisələrin qarşısını almaqdır.